بسم الله الرحمن الرحيم. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mövzumuz Qur'an-ı Kərimin təfsiridir və Şəms surəsini təfsir edirdik. Yetişdik 11-ci ayəyə. Və inşallah bugünkü mövzumuzda 11-ci ayədən 15-ci ayəyə kimi inşallah təfsirini qeyd edəcəyik. Ümumiyyətlə, birinci cələsəmizdə də qeyd etmişdim ki, Şəms surəsi 15 ayədən ibarətdir. 11-ci ayədə Allah Teala tuğyankar insanların, zalim insanların aqibətinə işarə edərək buyurur. Və bunu da qeyd edim ki, bu ayələr aid idi Səmud qovumuna, Həzrəti Salih Peyğəmbərin qovmu olan Səmud qovumuna. Allah Teala buyurur, Kəzzəbət Səmudu bitəğvaha. Dandı, yalana çıxartdı. Səmud tayfası bitəğvaha. Öz tuğyan etməklərinin əsasında nəyi dandı? Peyğəmbərləri, öz peyğəmbərlərini, Həzrəti Salihi dandılar. Yəni, sözlərini qəbul etmədilər. Çünki qeyd eləyəcək, bunların hər bir şəraiti yaxşı idi. Yəni, bəzi vaxt bu rahatçılıq bunlara çox, belə deyək, axmaqlıq gətirdi. Həzrəti Salih Peyğəmbərin qovmu ki, Səmud qovmu idi. Yaşayış məntəqəsi qeyd eləyirlər, Hicazla Şam arasında yerləşirdi bu məntəqə. Çox gözəl yerləri vardı. Əkin-biçin cəhətindən çox münasib yer idi. Torpaqları yaxşı idi, qəsrləri var idi, möhkəm evləri var idi, qəsrlərə oxşan evləri var idi. Amma bu neymətlərin heç birinin şükrünü yerinə yetirmədilər. Və əksinə Peyğəmbərin dediklərini dandılar və möcüzə istədilər, o möcüzəni aradan apardılar, dandılar və axırda da Allah bir zəlzələ, bir şimşək vasitəsilə bütün hamısını yerlə yeksan elədi. Və 11-ci ayədə Allah Teala bunların bu tuğyan vasitəsilə Peyğəmbəri danmaqlarına, Peyğəmbərin sözünü qəbul etməməklərinə işarə eləyir ki, Kəzzəbət Səmudu bitəğvaha. Səmud qovmu öz tuğyanlarına görə, zülümlərinə görə, zalimliklərinə görə Peyğəmbəri dandılar. 12-ci ayədə buyurur, İzm bəəsə əşqaha. O zaman ki, onların içərisindən əşqa, şəqi, yəni daş ürəklisi qalıqdı ayağa. Nəyə qalıqdı? Zülm eləməyə qalıqdı. Bunun zülmü nə idi? Bunlar, bu Səmud tayfası, Həzrəti Salih əleyhissalamdan möcüzə istədilər. O da Allah tərəfindən qayaların arasından bir dəvə gəldi. Ki, bu dəvə möcüzə olaraq gəldi. Bunların içərisində bu ayağa qalxıb zülm eləyən bu şəxs ki, Qəddar ibn Salih adını qeyd eləyirlər tarixdə. Bu şəxs bu dəvənin ayaqını kəsdi və dəvə yıxıldı və təbii ki, qanaxma nəticəsində dəvə öldü. Ki, bu dəvə Allah tərəfindən gələn bir möcüzə idi, onlar üçün bir sınaq idi ki, özləri istəmişdilər. Baxın, indiki dövrə baxmayın, o zamanlar Peyğəmbəri qəbul etmək üçün möcüzə tələb edilirdilər. Necə ki, bizim Peyğəmbərdən möcüzə tələb ediblər. Bu möcüzəyə deyirlər, xariqul adə bir iş. Yəni, adətdən kənar, ağıl dərk eləməyən, məsələn, bir iş olur ki, onun nəticəsində görürlər ki, yox, bu ilahi bir işdir və möcüzə olaraq qəbul eləyirlər. Bu Qəddar ibn Salih də bu möcüzə dəvanın ayaqlarını kəsdi və Peyğəmbərdən nəql olunur ki, əleyhissalamdan soruşdu, mən əşqal əvvəlin. Yəni, birinci qəlbi daş insan kimdir? Əleyhissalam buyurdu ki, aqirun naqə.
yəni naqənin ayaqlarını, dəvənin ayaqlarını kəsən şəxs. Peyğəmbər buyurdu, düz deyirsən. Və sonra buyurdu, fəmən əşqəl axərin, ey Əli, axırıncı şəqi və daş qəlbli insan kimdir? Əleyhisselam buyurdu ki, onu bilmirəm. Buyurdu ki, o da sənin qatilindir. Və Allah Teala 13-cü ayədə buyurur, fəqalə ləhum rəsulullahi naqatallahi və suqiyaha. Və Allahın göndərdiyi Rəsulullah ki, burada məqsəd Salih Peyğəmbərdir, onlara dedi, dəvəni boşduyun, hələ bu cərəyan, dəvənin ayaqlarını kəsməmişdən qabaq, boşduyun, qoyun özü geçsin o bulaq ki, su ki gəlir, oradan su içsin. Oradan su içsin və suqiyaha geçsin, qoy özünü, belə deyək, sulasın, su içsin ki, dəvəni boşduyun, dəvədə işiniz olmasın. Və bundan da məlum olur ki, bunlar bu dəvə ilə çox özəşmişdilər və bəzi vaxt görürsən, cahiliyyət hakim olur. Ölkədə, məsələn, bizim zamanımızda olsaydı, deyərdik, bir dəvədir da indi, məsələn, nədir ki, çöldə heyvanlar otlayır, başını buraxardıq, məsələn, gedərdi işindən məşğul oldu. Amma elə bil, o qovmun və bəzi vaxt o zamanın insanların bir xüsusi ləcazəti var idi. Və Qur'anda Allah Teala Qəmər surəsinin 28-ci ayəsində buyurur, və nəbbihum ennəl ma'ə qismətun beynəhum kullu şirbin muhtəzər. O zaman o qovmun, o tayfanın bir bulaq var idi. Bulaqdan Allah Teala bunları imtihan eləmək üçün dedi ki, bir gün o bulağın suyundan siz istifadə eləyin, bir gün o dəvə istifadə eləsin. Hər nə qədər ki, Allah bu dəvəyə dəyər verirdi, bunlar qıcıqlanırdı. Və ayə ona işarə eləyir ki, Allah buyurur, və nəbbihim, onları agah elə, ennəl ma'ə qismətun beynəhum, sunun bir hissəsi, yəni böl onlara, kullu şirbin muhtəzər, bir hissəsini böl, dəvə içsin, bir hissəsini də onlara ayır, böl onların arasında, bir gün onlar, bir gün onlar. Əgər belə olmasa, onları əzab tutar. فَلَا تَمُسُّوهَ بِسُوءٍ فَيَأْخُزَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ. Şuara surəsinin 56-cı ayəsində də Allah işarə eləyir. Deyir, əgər onlar dəviyə əl vursalar, dəviyə bir şey eləsələr, onları böyük əzab tutar. İndi bəlkə düşünərik, dəvənin nə idi, dəyəri möcüzə idi. Özləri istəmişdi, özlərinin imtihanı üçün. Və dəvə möcüzə gəldi və möcüzəni də qəbul eləmədilər. Və hətta bunda yazılar ki, tarixdə dəvə dişi bir dəvə idi. Çox süd verərdi, onun südündən də istifadə eləyərdilər. Sadəcə dəvənin bir xüsusiyyəti var idi ki, digər heyvanlar görəndə dəvəni çəkinərdilər, qaçardılar. Belə bir xüsusiyyəti var idi. فَكَزَّبُوهُ فَعَقَرُوهَا. Allah Teala 14-cü ayədə buyurur, فَكَزَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِزَنْبِهِمْ فَسَوَّاهَا. Amma onlar bu dəvəni də başladılar danmağa və o dəvəni fəəqəruha, başladılar həlak eləməyə. Fədəmdəmə aləyhim rabbuhum bizənbihim. Allah da onların bu əməllərinin nəticəsində onları, necə deyərlər, alt-üst elədi. Yaşadıkları məntəqəni, şəhərləri dağıtdı. Fəsəvvaha. Onları dümbədüz elədi. Məqsəd, dümbədüz elədi, dağıtdı. Və bəzi vaxt biz müasir dünyada da görürük. Görürsən ki, bir yeri gəldi, yanğını apardı, düppədüz elədi. Əzabdır. Zülmün nəticəsidir. Və burada bir nəfər qalxıb dəvənin ayağını kəsmişdi. Sual ortaya çıxır ki, nəyə görə Allah Teala bütün qovmu aradan apardı, məhv elədi. Əlbəttə, bu birinci cavab bundan ibarəti. Təbii ki, bir nəfər dəvənin ayağını kəsmişdi. Amma bir neçə nəfərlər bu yəni bu qovm belə deyək, proqramlaşdırmışdı, planlaşdırmışdılar. Bir nəfər icra eləmişdi. Ona görə Allah Teala buyurur, fəəqəruha. Fədəmdəmə aləyhim bizənbihim ələyhim fəəqəruha cəm şəklində
istifadə eləyir ki, onlara əzab gəldi. İkincisi də, bəli, təbii ki, əgər 10 nəfər, 20 nəfər bu planı planlaşdırmışdı və gerdə qalanlar da ona xoşhal idilər, bir etirazı olmadılar, onlar onlardan betərdir. Əzab onlara da şamil olur və onlar heç də günahsız deyirlər. Sən günah eləyirsən, mən də sənə razıyam. Mən də səndən şərikəm mənasındadır. Əli əleyhissalam buyurur, İnnəmə əqərə naqətə səmudə rəculun vahidun fəəmməhumullahu bil azab. Əli əleyhissalam buyurur ki, Samud qovmunun qovmunun dəvəsini bir nəfər öldürdü. Amma Allah onların hamısına əzabı ümumi elədi. Ləmmə əmmuhu bir riza. Niyə? Çünki razı idilər bu hadisəyə. Fəqalə subhanəhu fəəqəruhə fəəsbəhu nadimin. Onlar bu işi gördükdən sonra peşiman oldular. Onlara nə tutdu? Bir saiqə gəldi. Saiqə nədir? Şimşəkdir, zəlzələdir ki, yerlə yeksan elədi. Fəsəvvaha, dümdüz elədi bu qəbiləni. Və ən gözəl mənada budur ki, bizim Azərbaycan dilinə də tərcümə olduqda dümdüz elədi. Deyirsən ki, zəlzələ olub, filan yeri düppədüz eləyib, dümdüz eləyibdir. Məqsəd odur ki, aradan aparıbdır. Və Allah 15-ci və axırıncı ayədə buyurur, Və la yəxafu uqbaha. Allah bunları dümdüz elədi və bunları dümdüz elədi, amma bunun nəticə olaraq bunları dümdüz eləməkdən, yerinə yeksan eləməkdən Allah qorxmur. Və la yəxafu uqbaha. Bu işin aqibətindən qorxmur. Bu nəyə işarədir? Bu da çox incə bir nöqtədir. Buna işarədir ki, bugün dünyada zalim hökumətlər ki var. Bəziləri görürsən ki, zülm eləyir, amma zülmün aqibətindən qorxur. Ki, cəmaət ayağa qalxar, miting eləyər, hökuməti aradan gedər. Bəziləri də zülm eləyir. Görürsən ki, tez aradan getməsin deyil, özünü daimləşdirməkdən ötürü bir 50 dəfə seçki eləyir. Bunu mübaliğə şəklində deyirəm. 4 dəfə, 5 dəfə olur prezident. Niyə? Etdiyi zülmün nəticəsindən qorxur. Deyirlər, birdən-birə ölüm bu mənə rahatdır, nəinki, məsələn, bir dəstə gələ mənim hökumətimdə çevriliş eləyə. Ölməyə razıdır, yaşlanıb ölməyə razıdır. Ona görə başlayır dəfələrlə öz seçimini artıq eləməyə. Amma Allah o kəsdir ki, və la yəxafu uqbaha. Əzabı nazil elədi, nəinki zalim idi öz günahlarına görə. Əzabı nazil elədi və bunun da aqibətindən qorxmur. Və bu çox incə nöqtədir ki, zalimlər haqqında burada işarə olunubdur.